Goranboyda məktəbdə bıçaqlı insident baş verib. 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Hadisə Goranboy rayonunun Hazrəhmədli kəndində baş verib. Baş verənlərlə bağlı şübhəli şəxs Əfsanə Rzayevanın qaynanası Xəzər xəbərə danışıb. O, gəlininin səhhətində problemlərin olduğunu deyib. 3 dənə balası var, 22 yaşı var, 5 dəfə narkoz alıb, başı travma alıb, bir kurs müalicə etdik, biraz yaxşı oldu. İndi də biz işə getmişik, yoldaşlı işə gedib, xəbər gəlib ki, başı pozulub, Gəncə xəstəxanasına qoyduq. Anası, mən qaynanəsiyəm, qoyduq, gəldik, dedilər müalicə olunur, yaxşı olacaq. Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən Xəzər xəbərə verilən məlumata görə müəllimə tibbi yardım göstərilib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib, şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir, təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Əfsanə Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir. Rahim İbrahimoğlu, Minaya Zamanova, Xəzər xəbər.